O bütün karyerasını bir gözlə vuruşdu və ən elit çəki dərəcəsinin çempionu oldu. Joe Frazier israrlıq və özünü fəda etməyin simvoludur. Boksçu ömür boyu sağlamlıq problemini və düşmən mühiti ilə üz-üzə idi. Lakin Joe öz irsini möhkəmləndirməyə davam etdi və əsas prinsipinə sadiq qaldı. Məsələ çətinlikləri dəf eləməkdədir. Bildiyim tək şey zəhmətdir. Boks tarixindəki ən güclü sol hukuklardan birinə sahib idi. Joe rəqiblərindən daha kiçik olsa da, bu onun cəsur döyüşçüsü olmasına mane olmurdu. Onun döyüş stili rəqiblərin zərbələrindən yayınaraq yaxın məsafəyə keçmək və öldürücü sol hukuku endirmək üzərində qurulmuşdu. Rəqiblər bu zərbəni bilirdilər və gözləyirdilər. Amma yenə də ondan yayınmağa bacarmırlar. Karyerası boyunca demək olar ki, bir gözü ilə döyüşməsi onun nə qədər fantastik dərəcədə cəsur olduğunu nümayiş etdirirdi. Joseph Williams Frazier 12 yanvar 1944-cü ildə Beaufort adlı kiçik şəhərcikdə anadan olur. 12 uşaqlı ailənin 9-cu uşağı idi. Onun valideynləri köləlik dövrünün qalıqlarından torpaq üzərində işləyirdilər. Uşaqlıqdan Joe az qala elə kölə həyatı yaşayırdı. Bir gün televizorda əfsanəvi Joe Louis'in döyüşünə baxırdı. Əmi sonra dedi ki, bir gün Joe yeni Louis olacaq. Bu söz gələcəyin dağıdıcısına ümid və arzular verdi. Bir müddətdən sonra onun həyatında talih yüklü hadisə baş verir. Donuza çubuqla toxunduqda sürüşərək yıxılır və əlini daşa vurur. Əli sınıb, amma kasıb ailənin onu həkimə aparmağa imkanı olmur. Nəticədə Joe Frazier ömrü boyu o əlini tam düzləşdirə bilmədi və onun sol qarmağını əsas qoydu. Joe bu zərbəni qeyri-adi bucaq altında atırdı və rəqiblər ondan yayınmaqda çətinlik çəkirdilər. Frazier bu zərbə ilə qarşısına çıxan hər kəsi məhv edirdi. 1961-ci ildə Filadelfiyaya köçdü və kəsmixanada ətçi kimi işə düzəldi. Orada bir boks zalı tapdı və məşqə başladı. Onun məşqçisi əfsanəvi Yankee Darham idi və o dərhal Joe'nun potensialını gördü. 1964-cü ildə Tokyo Olimpiyadasında çıxış eləyir və 3 rəqibini nakauta salaraq finala çıxır. Baxmayaraq ki, sol əli zədələnmişdi, Frazier qızıl medalını qazanır və olimpiya çempionu olur. Ertəsi il peşkar arenaya keçdi. Ona tüstüləyən, yəni Smoking Joe ləqəbi verildi. Döyüşlərdən əvvəl soyunma otağında ona get və əlcəklərini tüstülət deyirdilər. Bir müddət sonra onun karyerasının təhlükəyə atan hadisə baş verir. Məşq zamanı zərbə üçün istifadə olunan armud formasındakı quruşada, yəni bolt qopub düz gözünə dəyir və bu zədədən sonra kataraktaya çevrilir və Joe bir gözündə görmə qabiliyyətini itirir. Nəhayət, əfsanəvi məşqçi Eddie Futch'la əməkdaşlığa başlayırlar. Futch onun müdafiəsini gücləndirir və uyğun rəqiblər seçməyə kömək edir. 1967-ci ildə Məhəmmədəli boksdan 3 il yarım uzaqlaşdırılır və Joe titulları ələ keçirərək bütün namizədləri məğlub edir. Əli tərəfdən təzyiqlər başlayır və böyük döyüş üçün gərginlik artır. Nəhayət 8 mart 71-ci ildə əsrin döyüşü baş tutur. Çətin və dramatik döyüşdə Joe əlini knockdowna salaraq qalib gəlir və xalq onu boksun kralı kimi qəbul edir. 1973-cü ildə qorxulu rəqibi George Frazier'la qarşılaşır. Foreman Joe'nu 2-ci raundda 5 dəfə knockdown salaraq məğlub edir və daha sonra Əli və Foreman'la revanş döyüşlərində də məğlub olur. Əli Frazier trilogiyası boks tarixində ən əfsanəvi və amansız döyüşlərindən biri sayılır və qızıl səhifələrdə yer alır. Karyerasını bitirdikdən sonra Joe bizneslə məşğul olur və 25 il ərzində boksçulara məşq etdirir. Uşaqlar da onun yolunu davam etdirirlər. Lakin böyük uğurlar qazanmırlar. Joe Frazier 2011-ci ildə 65 yaşında vəfat edir. Frazier'ın adı əbədi olaraq Əli və Foreman'la birlikdə xatırlanır. Onların döyüşləri ağır çəkidə qızıl dövrün zirvəsi oldu.